Hər vaxtınız xeyir əziz izləyicilər. Əslində bu taksi məsələsinə bir də qayıtmayacaqdım, amma məni vadar etdiniz. Deməli, ötən gün taksilərə kvotanın təyin edilməsi ilə bağlı burada məlumat paylaşmışdım. Bu məlumat səhvimdə böyük marağa səbəb oldu. Çoxlu sayda mənə mesajlar gəldi ki, bəs icazə almış taksilərin aqibəti necə olacaq? Fikirləşdim, bu məsələyə aydınlıq gətirim. Bilirsiniz ki, paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyini və keyfiyyətinin artırılması, sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə yeni islahatlar həyata keçirilir və Bakı şəhərində rəsmi icazə ilə fəaliyyət göstərəcək taksilərin sayı maksimum 25 min müəyyən edilib. Hazırda isə Bakıda icazəli fəaliyyət göstərən taksi minik avtomobillərin sayı 35 min civarındadır. Bəs bu 10 minə yaxın taksilərin icazələri necə olacaq? Yoxsa indiyədək verilmiş icazələr ləğv ediləcəkmi? Yox, bu nəzərdə tutulmur. Aidiyyəti qurum da bununla bağlı açıqlama verib ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur. Bu o deməkdir ki, hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımalarını rahat şəkildə həyata keçirməyə davam edəcəklər. Hətta yeni qərar qüvvəyə minənə qədər, yəni noyabr ayının 1-nədək sürücülər icazələrini əvvəlki qaydada ala biləcəklər. Bax belə əziz izləyicilər, odur ki, hər kəsə işlərində uğurlar arzu edirəm.